30 min izləyiciyə özəl 30-cu ölkə səyahətim Səudiyyə Ərəbistan vloqu. Ciddə, Məkkə və Mədinə şəhərləri gələcək, lakin hamısı ayrı-ayrı vloqlarda. Bu paylaşımda Ciddə şəhərini tanış edəcəm sizinlə. Bu, aeroportda yerləşən dünyanın ən böyük akvariumudur. Şəhərə düşən kimi 9 evro pul aldılar ki, bizdən sizi avtobusla şəhərin mərkəzinə aparacaq. 28 manat. 28 manat. Ciddə şəhərinə girən kimi isti bir tərəfdən, şəhərin ağır aurası bir tərəfdən. Əl-ələ gəzən oğlanlar var idi. Bildiyiniz canlı xaosa düşmüşdüm elə bil. Elə bil 3-cü mikrorayon bazarına gəlmişəm. Yeməyə normal yer tapmırdım, axır ki bir yer tapdım, şaurma. 2 şaurma menüsuna 52 real ödədik, təxminən 23 manat. Restoranın ətrafında 7-8 dənə pişik oturmuş. Qaqa bir dəqiqə buraya yaxınlaş. Mərkəzdə belə gözəl qoxulu dükanlar çoxluq təşkil edir. Otel axtarmazdan əvvəl gəldik namazımızı qılmağa. Nə? Qaçqın küfür. Gedə yatmağa yer tapaq, dəlidir. Məncə də, gedək qalmağı yer axtaraq. 70 manata bir dənə otel tapdım. Otağın içində 5 dənə kravat var idi. Soruşdum, niyə görə 5 dənə kravat? Biz nəsillə gəlmişik bəyəm. Sən demə Ərəbistana ən çox ailələr gəlirmiş. Otelə yerləşdikdən sonra düşdük aşağı Kəbəyə getmək üçün ihramlarımızı almağa. Burada dayı deyirəm ki, bu kələdir, böyüyünü ver. Bura isə Ciddə şəhərinin ən böyük malıdır. Burada iPhone 16-nın qiyməti 2300 manatdır. Daha sonra gəldik dükandan alış-veriş eləməyə. İlk öncə elə bildim bunlar pivədir. Popkekin dənəsi 2 manat 20 qəpik. Misirdə dükan qiymətləri çox ucuz idi, lakin Ərəbistanda qiymətlər biraz bahadır. Bir dənə bu limonaddan götürək, axşam dad test eləyərik. Çörəyin qiyməti 1 manat 50 qəpik. Burada öz-özümə sual verirəm ki, niyə görə küçənin ortasında oturub güllələnmiş binaya baxıram? İndi isə Ərəbistanın məşhur limonadının dadına baxaq. Adi limonad dadı gəlir. Biraz da yüngülvari pivən sanki dadı gəlir. Amma alkoqolsuzdur. Noyabr ayının 30-dur. 30 dərəcəsi var. Oy, yıxılmışdı. Dənizin digər tərəfində dünyanın ən böyük fəvvarəsi var. Lakin suyu gecələr verirlər. Bu soğuqanı necə taxırlar? Burada dayıların uşaqlığı yadına düşüb çərpələn götürdür. Ərəbistan ən çox palma ağacları ilə məşhurdur. Hətta ölkənin simvoludur. Yalla, yalla. Xırdalı manatdan. Gəlsən gəl. 2 manat. Burası isə Ciddə şəhərinin mərkəzidir. Tarixi binaları ilə məşhurdur. Bu isə ərəb pişikləri. Mərkəzdə bu binaları təmizsiz saxlayıblar. Turistləri özünə çəkən yerlərdən biridir. Gördüyünüz bu sökük binalar Ciddə şəhərinin ən məşhur yerlərindən biridir. Əlbələt küçəsində yerləşir. 7-ci əsrə qədər uzanır bu binalar. Yəni ki, uşaq olmaq xoşuma gəldisə, gəldim yenə yeməyə. Bir gün qaldıqdan sonra bilet alıb gedirik Məkkə şəhərinə. Məkkə şəhəri vloqunu isə 2 gün sonra paylaşacağım. Səhifəmizi izləməyi və dəstək olmağı unutmayın.